1, 2, 3, 4, 5. Səsə baxaq görək varmı, yoxmu? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Əla, başlayaq. Mikrofon online'dır. Həftə ərzində texnoloji aləmdə elə xəbərlər var ki, bəzi xəbərlərə inanmaq belə çox çətindir. Adaptersız SSD. Samsung'dan tam fərqli bir device. Xiaomi 17 Max real şəkillərdə görsəndi. Qatlanan smartfonlarda yeni trend. iOS 26.5 təqdim olundu. Yeniləyək, yoxsa Apple'ın yaratdığı yeni trend. Tam düyməsiz iPhone. Bəli, səhv eşitmədiniz. Tam knopkasız bir iPhone. Əgər texnologiyanı həqiqətən sevirsinizsə, bu videonu sona kimi izləyin. Çünki sonuncu xəbər hər şeyi dəyişə bilər. Hər birinizə xoş izləmələr. Yeyib içməyə yanınızda nəsə varsa, mən başladım. İllərdir SSD-lərdən istifadə etmək üçün xüsusiləşmiş adapterlər, kabellər və xüsusi portlar lazım idi. Deyəsən, belə bir dövr artıq bitir. Lexar texnologiyada yeni bir dövr açdı. Adaptersız SSD. Kiçik, portativ və sürətli. Ən əsası isə gələcəyin yaddaş konseptini yarada bilər. Amma bu başlanğıcdır. Bu portativ SSD 2000 megabit saniyəyə qədər sürəti təmin edir və birbaşa iPhone, Android devicelarına və kompüterlərə qoşula bilər. Lexar iç daxili konnektora malik yeni Lexar Dual Drive Portable SSD D70E-ni təqdim etdi. USB-C və USB-A. Bu SSD adapterlara və ya əlavə kabellərə ehtiyac olmadan birbaşa müasir notebooklara, smartfonlara və köhnə kompüterlərə qoşulmasına imkan verir. Lexar Dual Drive Portable SSD-nin əsas xüsusiyyətləri USB-C vasitəsilə USB 3.2 Gen 2.2 standartlarını dəstəkləməsidir. Bu rejimdə SSD 2000 megabit saniyəyə qədər oxuma sürətini təmin edir. Yazma sürəti versiyadan asılı olaraq dəyişir. 1 və 2 terabaytlıq modellərdə 1800 megabit saniyəyə qədər, 512 gigabaytlıq versiyada isə 1300 megabit saniyəyə qədər məlumat verir. USB-A-da sürət 1000 megabit saniyə oxuma və 9 megabit saniyə yazma ilə sürət məhdudlaşır. SSD metal korpusu konnektor arasında keçid etmək üçün sürüşmə mexanizmindən istifadə edir. Şirkət xüsusilə qeyd edir ki, maksimum sürət yalnız tam USB 3.2 Gen 2.2 dəstəyi olan devicelarda mövcuddur. Məsələn, USB-C ilə təchiz olunmuş əksər Apple kompüterlərində təxminən sürət 1000 megabit saniyə ilə məhdudlaşdırılır. Lexar həmçinin driveri smartfonun ehtiyat nüsxələrini həlli kimi təqdim edir. SSD birbaşa Android devicelarına, iPad-lərə və USB-C ilə təchiz olunmuş müasir iPhone-larla işləyir. Foto və videoların avtomatik olaraq saxlanması üçün xüsusi tətbiq mövcuddur. Lexar Dual Drive Portable SSD D70i xarici driveri 512 GB, 1 TB və 2 TB tutumlarında qiyməti $119-dan $299 qədər mövcuddur. Bütün modellər 5 il zəmanət ilə gəlir. Samsung 26-cı ilin ikinci Unpacked təqdimatına hazırlaşır. Bu təqdimatda ancaq smartfonlardan söhbət getməyəcək. Samsung'un qeyri-adi device'ları da burada təqdim olunacaq. Tarix artıq məlumdur. Samsung deyəsən texnoloji bazarı silkələməyi düşünür. Samsung son illərin ən böyük Unpacked tədbirlərindən birinə hazırlaşır. Galaxy Z Fold Wide və ağıllı eynəklər 22 iyunda təqdim olunacaq. Galaxy Unpacked tədbirində təkcə qatlanan smartfon deyil, həmçinin ağıllı saatlar, eynəklər və digər süni intellektlə işləyən devicelar da nümayiş etdiriləcək. Koreya mənbələrinə görə Samsung növbəti Galaxy Unpacked tədbirini 22 iyulda Londonda keçirəcək. Orada bir neçə yeni məhsul, o cümlədən Galaxy Z Fold 8, Galaxy Z Flip 8 qatlanan smartfonları, Galaxy Watch 9 ağıllı saatlar seriyası və ilk Galaxy Glass ağıllı eynəkləri təqdim ediləcəyi gözlənilir. Tədbirdə ən böyük sürpriz Samsung'un Gentle Monster ilə birlikdə yaratdığı Galaxy Glasses ola bilər. Bu eynəklər Android XR platformasında işləyəcək və daxili Gemini süni intellektindən istifadə edəcək. Device'ın ilk reybanları xatırladan, lakin daxili ekranı olmayan dinamiklər, mikrofonlar və tək kamera ilə təchiz olunduğu bildirilir. Təqdimatda həmçinin Samsung'un yeni geniş ekranlı qatlanan smartfonu olan Galaxy Z Fold Wide-ın nümayiş olunacağı da gözlənilir. Şayələrə görə şirkət bu payızda satışa çıxarılacaq qatlanan iPhone Ultra'dan əvvəl buraxmaq istəyir. Bu yolla Samsung hazırda Android smartfon istehsalçıları arasında sürətlə böyüyən geniş qatlanan device'lar sayəsində ilk yeri tutmağa çalışır. Xiaomi 17 Max real fotolarda görsəndi. Səmiyyətimlə deyə bilərəm ki, Xiaomi'nin bu smartfonu ən cəlbedici və ən gözə gəlimli bir smartfondur.
Xiaomi 17 Max bütün rənglərdə fotoşəkillərdə görsəndi. Nəhəng ekrana malik, böyük tutumlu batareyalı canavar. Yeni device 8000 mAh-lıq batareya və ən yüksək səviyyəli xüsusiyyətlərə malik olacaq. Xiaomi rəsmi olaraq Xiaomi 17 Max-ın tezliklə satışa çıxarılacağını təsdiqlədi. Smartfon Xiaomi 17 seriyasının bir hissəsi olacaq və ayın sonunda Çində debüt edəcək. Anonsla yanaşı şirkət device'ın dizaynını, rəng seçimini və onlayn mağazası vasitəsilə əvvəlcədən sifarişini açıqladı. Xiaomi 17 Max hər tərəfdə nazik çərçivələri olan böyük, düz 6.9 inçlik ekrana sahib olacaq. Smartfon biraz əyri, mərkəzi çərçivəyə və yuvarlaq küncləri olan nəhəng kvadrat kamera modullarına malikdir. Smartfon 3 rəng palitrasında olacaq: ağ, açıq mavi və qara. Bir versiya isə karbon korpusa malik olacaq. Sızmalara görə device flaqman Snapdragon 8 Elite Gen 5 prosesoru ilə təchiz olunacaq və onun əsas üstünlüyü 100 Watt sürətli zaryadkanı dəstəkləyən 8000 mAh-lıq batareya olacaq. Həmçinin 200 megapiksellik əsas sensor, 50 megapiksellik periskop və 50 megapiksellik ultrageniş obyektivdən ibarət üçlü kamera gözlənilir. İnternet olmasa nə baş verir? İşlər dayanar, sosial şəbəkələr susar, əlaqələr kəsilər. Sürətli və kəsilməz internet artıq lüks yox, ehtiyacdır. Start Telekom bu ehtiyacı təmin edir. Mənim seçimim Start Telekomdur. Siz də Start Telekomu seçin. Start Telekom, dost kimi dost, internet provayderi. İndi isə ən maraqlı bir detaldan danışım. Apple trend yaratmır. Apple trendin özüdür. Apple'ın ilk qatlanan smartfonunun sızıntıları internetə yayılan kimi bazarın digər istehsalçıları öz qatlanan smartfonlarının dizaynını konseptual dəyişməyə başladı. Yəni Apple'ın verdiyi trend üzrə getməyə başladı. Apple'ın qatlanan smartfonu təqdim olunmasa da artıq trenddir və bütün digər istehsalçılar bu trenddən istifadə edir. Bu trend üzrə yol gedir. Yeni trend, qatlanan smartfon dizaynı kəskin dəyişir. Vivo, Oppo və Honor geniş ekranlı qatlanan smartfonlar hazırlayır. Bir neçə Çin istehsalçısı daha geniş ekranlı qatlanan smartfonlar hazırlayır. Insider'in sözlərinə görə Vivo, Oppo və Honor artıq bu cür device'lar üzərində işləyir. Bu trend xüsusilə də geniş ekranlı iPhone Ultra və təqdimatı gözlənilən Galaxy Z Fold White şiayələri fonunda gələcək qatlanan smartfonların inkişafının əsas istiqamətlərindən biri ola bilər. Insider Smart Pikachu Vivo X Fold 6-nın daha az nəzərə çarpan ekran qırışı və daha geniş ekran formatına sahib olacağını bildirir. Onun sözlərinə görə brend artıq bu dizaynın gələcək nəsillər üçün əsas diqqət mərkəzi kimi nəzərdən keçirir. Oppo həmçinin hazırda qiymətləndirmə mərhələsində olan öz geniş ekranlı qatlanan smartfonunu sınaqdan keçirdiyi bildirilir. Bu arada başqa bir insider Honor'un uzun müddətdir ki, qatlanan iPhone konsepsiyasından ilhamlanaraq öz geniş ekranlı qatlanan smartfonunu hazırladığı iddia edilir. Yeri gəlmişkən, bu yeni yanaşmanın əsas nümunələrindən biri geniş ekranlı ilk qatlanan smartfon olan Huawei Pura X Max idi. Apple keçən həftə özünün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim etdi. iOS, iPadOS 26.5, watchOS, tvOS və VisionOS 26.5. Sizi maraqlandıran əsas sual: iPhone-umu yeniləyim, yoxsa... Bu versiyada çox az dəyişiklik var. Lakin iOS 26 dövründə son versiyalardan biridir. Apple ən son yeniləmələri buraxdı. iOS 26.5, iPadOS, macOS, watchOS 26.5 və tvOS 26.5. Biz artıq bu yeniləmələri quraşdırmışıq və sınaqdan keçirmişik. iOS 26.5 iPhone və Android arasında göndərilən RCS mesajları üçün başdan-başa şifrələnməni təqdim edir. Lakin bu funksiyanın işlənməsi üçün hər iki istifadəçinin operatorları onu dəstəkləməlidir. Bu mesajlarda kiçik bir kilit işarəsi görünür. Apple həmçinin xəritə tətbiqinə yeni təklif edilən yerlər bölməsini əlavə edib. Yer və son axtarışlara əsasən tövsiyə göstərilir. Reklamlar da tezliklə xəritədə yayımlanacaq. Xahiş edirəm, unutmayın. iOS 26.5 quraşdırıldıqdan sonra sistem faylları arxa planda indeksləyərək device müvəqqəti olaraq qıza və batareya daha sürətli tükənə bilər. Gündəlik istifadədə heç bir ciddi problem müşahidə olunmayıb. Bank tətbiqləri, mesajlaşmalar və xidmətlər etibarlı şəkildə işləyir. İndi biz iyunun əvvəlində iOS 27-nin anonsunu gözləməliyik. İndi isə bu buraxılışın ən bomba xəbəri: iPhone 20, Apple'ın yubiley modeli. Və internetdə yayılan məlumatlara görə bu iPhone tamamilə knopkasız, düyməsiz olacaq. Ümumiyyətlə bu iPhone-da fiziki düymələr olmayacaq. Tam knopkasız, tam futuristik və tamamilə yeni iPhone.
Nə baş verir? Yubiley iPhone fiziki düymələr əvəzinə toxunma düymələr alacaq, əyri ekran, sensor düymələr və yeni texnologiyalar gözlənilir. Çinli Insider Instant Digital'ın məlumatına görə Apple iPhone seriyasının 20-ci il dönümündə satışa çıxarılması gözlənilən yubiley iPhone 3-ün bərk düymələri sınaqdan keçirməyi davam etdirir. Burada klassik mexaniki elementlərin birbaşa korpusa quraşdırılmış, həssas toxunmaya cavab verən sensorla əvəz edilməsi nəzərdə tutulur. Bu düymələr artıq çətin şəraitdə əlcəklə, yaş əllərlə həddindən artıq temperaturda istifadə ediləcəyi bildirilir. Device söndürüldükdə və batareya tükəndikdə belə düymələrin işlənməsinə imkan verən xüsusi enerjiyə qənaət edən mikroprosesordan da bəhs olunur. Xatırladaq ki, sensor düymələri haqqında ilk məlumat iPhone 15 buraxılışından əvvəl ortaya çıxıb. Bu o deməkdir ki, Apple onları təxminən 4 ildə inkişaf etdirir. Yeni konsepsiya dizaynla sıx bağlıdır. Şirkət dörd kənarı boyunca əyri olan bir ekranı hazırlayır. Bu çərçivəsiz və sonsuz şüşə effektini yaradacaq və mexaniki düymələri aradan qaldırılması bu dizayna doğru əsas addım olacaq. Insider həmçinin bir sıra mümkün yeniliklərdən də bəhs edib. 2 qat sandwich OLED ekran, Face ID ekran altında olan ön kamera, təxminən 6000 mAh-lıq batareya, ekran altındakı audio sistem və reversiv zaryadka olması deyilir. Yubiley iPhone-nun 2027-ci ilin payızında təqdim ediləcəyi gözlənilir. iPhone 10 2017-ci ildə təqdim edildikdə belə bir çoxları tərəfindən qəbul edilmirdi və bu ola bilməz deyirdilər. Amma buna baxmayaraq bir çox smartfon istehsalçıları həmən smartfonu təkrarlamaq istədi. Görəsən iPhone 20 necə olacaq? Eyni uğuru təkrarlayacaq, yoxsa uğursuzluğa məruz qalacaq? Amma inanmıram ki, Apple'ın yaratdığı yeni bir futuristik iPhone uğursuzluğa düçar olsun. Siz necə düşünürsünüz? iPhone 20 yeni bir uğura addım atacaq, yoxsa uğursuzluğa düçar olacaq? Bu barədə kommentlərdə yazın. Ən maraqlı xəbəri kommentlərdə yazın. Mən bütün kommentləri oxuyub və cavablandırıram. Kanala abunə olun. Çünki məni tapana hədiyyə challenge-inə çox az qalıb. YouTube'da, Instagram'da, Telegram'da və TikTok'da qrafona abunə ol ki, məni tap və hədiyyəni apar. Kanalımız texnologiyanı sevənlərin kanalıdır. Əgər sən də texnologiyanı sevirsənsə, onda kanala abunə ol və videoları izləyib like et. Videonu bura kimi izləyən hər kəsə təşəkkür edirəm. Videonu bura kimi izləyən hər kəs bu videonu like etsin. Komment yazmağı unutmursunuz. Kanalımızda daha çox maraqlı, texnoloji zəngin videolar var. Siz bu videolara baxmaqda, videoları like edib komment yazmaqda, ən əsası kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube'da olduğumuz üçün sizinlə sağollaşmıram. Grafon eğlendirir. Grafon abunenizi gözləyir. Challenge'ler, grafonda hediyeler. Abone oldun, ela. Comment yazdın, super.